Son bir həftədə İran-İsrail savaşı beynəlxalq gündəmin başlıca mövzularından birinə çevrilib və tərəflərin qarşılıqlı hava hücumları, hərbi infrastruktura, dövlət idarə etmə mərkəzlərinə, hətta mülki obyektlərə endirdiyi davamlı zərbələr barədə informasiya axını fonunda hər kəsi bir sual düşündürür. Bu münaqişə nə ilə bitəcək? Həmin suala cavabın axtarışı istər-istəməz bir sıra digər sualların və əgərlərin ortaya çıxmasına səbəb olur. İsrail İrana hücuma başladığı zaman qarşısına qoyduğu hədəflərə nail olacaqmı? İsrailə cavab zərbələrini getdikcə gücləndirən İran rejimi öz varlığını qoruya biləcəkmi? Əgər Amerika Birləşmiş Ştatları münaqişəyə qoşulsa, nələr baş verəcək? İsrail-İran savaşı regionda daha böyük müharibəyə çevrilə bilərmi? Davam etməkdə olan hərbi münaqişə İranın daxili siyasi həyatında hansı nəticələr doğuracaq? Əgər İrandakı rejim devrilərsə, hadisələr hansı istiqamətdə cərəyan edəcək? Bu və digər bu kimi suallar kontekstində son zamanlar İsrail-İran konfliktinin mümkün inkişaf ssenariləri və ehtimal olunan nəticələri barədə çeşidli proqnozlar irəli sürülüb. Əksər təhlillərdə əsas diqqət belə bir məqama yönəldilir ki, İsrailin bütün hərbi texnoloji imkanlarına baxmayaraq, İranın nüvə infrastrukturunun tam sıradan çıxarılması üçün Amerika Birləşmiş Ştatlarının hərbi əməliyyatlara qoşulması vacibdir. Trump administrasiyası isə bu məsələdə tələsmir. Sırağa gün Trumpın İrana hücum planını təsdiqlədiyi barədə xəbər yayılsa da, Amerika Birləşmiş Ştatları prezidentinin bununla bağlı şərhi hücumun tezliklə baş verməyəcəyini üzə çıxarıb. Dünən isə Ağ Evin mətbuat katibi Caroline Leavitt Trumpın belə bir bəyanatını səsləndirib ki, mən Amerika Birləşmiş Ştatlarının müdaxilə edib etməyəcəyi barədə qərarı qarşıdakı 2 həftə ərzində verəcəm. İranın ali rəhbəri Ayətullah Əli Xameneyi iyunun 18-də ölkə əhalisinə növbəti müraciətində münaqişəyə qoşulacağı təqdirdə Amerika Birləşmiş Ştatlarının İrandan daha çox zərər görəcəyini vurğulayıb. Görünən odur ki, İrana qarşı hərbi əməliyyatlara başlamaq məsələsində Amerika Birləşmiş Ştatları rəhbərliyində müəyyən fikir ayrılıqları var. Bu isə münaqişənin uzun çəkə biləcəyi ilə bağlı ehtimalları gücləndirir. Bu isə o deməkdir ki, Almaniya kansleri Friedrich Merz'in sözləri ilə desək, İsrail bütün dünyanın əvəzinə çirkli işi görməkdə davam edəcək. Belə bir vəziyyətdə İran hakimiyyəti İsrail və Amerika Birləşmiş Ştatları arasında fikir ayrılıqlarını dərinləşdirmək üçün cəhdlər edir. Məsələn, Tehranın iddiasına görə İsrail qəfil hücumla İranın Amerika Birləşmiş Ştatları ilə apardığı danışıqları pozmaq məqsədi güdüb. Güya danışıqların iyunun 15-nə planlaşdırılan növbəti raundunda hansısa razılaşma olacaqmış. Halbuki, həmin ərəfədə İran Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi təklifləri açıq şəkildə rədd etmişdi və danışıqların dalana dirəndiyi hər kəsə aydın idi. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti İsrail baş nazirinə İrana hücum etməmək və danışıqların nəticəsini gözləmək barədə çağırış etdiyini açıqlayıb və yəqin ki, danışıqlardan nəticə hasil olmayacağına əmin olduqdan sonra Benyamin Netanyahu'ya yaşıl işıq yandırıb. Yəni Tehranın bütün təbliğatına rəğmən işlərin bu yerə gəlib çıxmasında onun məsuliyyəti danıla bilməz. Görünür, İran İsrailin hərbi əməliyyat barədə bəyanatlarını çox da ciddiyə almayıb və bunun Amerika Birləşmiş Ştatları ilə razılaşdırılmış psixoloji təzyiq elementi olduğunu düşünüb. Təsadüfi deyil ki, İranın Xarici İşlər Naziri Abbas Ərakçi mayın 23-də deyib, İsrailin İrana hücum etməyə cürəti çatmaz. Mən düşünürəm ki, İranın müdafiə qabiliyyətinə görə heç kəs İrana hücum etməyi hətta ağlından belə keçirə bilməz. Digər İran rəsmiləri də əvvəllər bu tipli bəyanatlar səsləndirib. Lakin görünən odur ki, İran rəhbərliyində ölkənin müdafiə qabiliyyəti, xüsusən hava hücumundan müdafiə potensialı barədə şişirdilmiş təsəvvür olub. İyunun 13-də İsrailin ilk zərbələrindən səndirləyən İran, sonraki günlərdə müvazinətini nisbətən bərpa edib cavab zərbələri endirməyə müvəffəq olsa da, davam edən münaqişədə Tehran qibtə olunacaq durumda deyil. Xameneyi
Desteği vətəndaşlara son müraciətində ölkənin məcburi sülhə razı olmayacağını bildirib. Eyni zamanda qələbədən danışıb. Lakin əksər ekspertlərin fikrincə, hazırki savaşda İranın qələbə çalmaq şansı yoxdur. İran üçün qələbə yalnız o ola bilər ki, İsrail hərbi əməliyyatlarda qarşısına qoyduğu hədəflərə nail ola bilməsin. Amma İsrailə olan beynəlxalq dəstəyi, eləcə də Amerika Birləşmiş Ştatlarının hər halda əməliyyatlara qoşulacağını nəzərə alsaq, bu hədəflərin gerçəkləşə biləcəyi ehtimalı kifayət qədər realdır. İsrail baş nazirinin açıqlamalarından aydın olur ki, həmin hədəflər təkcə İranın nüvə proqramını və raket potensialını məhv etməklə ölkəsinə qarşı eksistensial təhdidi aradan qaldırmaq deyil, həm də İrandakı teokratik rejimin çöküşünə şərait yaratmaqla özünün dediyi kimi İran əhalisinin azadlığa doğru yolunu açmaqdır. Bu hədəf Benyamin Netanyahunun iyunun 17-sində İran əsilli jurnalist Puriya Zerayətiyə verdiyi eksklüziv müsahibədə daha aydın ifadə olunub. Hər halda müharibə ərəfəsində İrandakı sosial-siyasi və iqtisadi durumdan hali olanlar müharibənin güya əhalini rejim ətrafında konsolidasiya etdiyi barədə fikrin reallığa o qədər də uyğun olmadığını təsdiqləyə bilər. Hələlik prosesləri sakitcə izləyən İran əhalisinin hansısa məqamda ayağa qalxacağı qətiyyən istisna edilə bilməz. Bu ssenari ilə bağlı bir çox ekspertlər ölkədə hakimiyyət vakuumunun yaranacağı və bunun təhlükəli nəticələrə, xaosa, vətəndaş müharibəsinə gətirib çıxaracağı ilə bağlı narahatlıq ifadə edirlər. Görünür, İran əhalisinin müəyyən qismində, eləcə də Qərbin və regionun hakim dairələrinin azı bir hissəsində də belə bir narahatlıq mövcuddur. Yəqin ki, bu narahatlıqdan xəbərdar olan keçmiş İran şahının oğlu Rıza Pəhləvi 2 gün öncə məhz bu məsələ ilə əlaqədar İran əhalisinə müraciət edib və İrandakı hakimiyyət dəyişikliyindən sonraki 100 günlük keçid dövrü üçün xüsusi proqrama malik olduğunu açıqlayıb. Lakin Rıza Pəhləvinin İran siyasi qüvvələrinin əksəriyyəti tərəfindən qəbul olunacağı və əhalini öz ətrafında birləşdirə biləcəyi böyük sual altındadır. Bu məqamda, yəni teokratik rejimin süqut edəcəyi təqdirdə mümkün ssenarilərdən danışarkən İran prezidenti Məsud Pezeşkiyanın ötən il Amerikada yaşayan İranlılarla görüşdə söylədiklərini də xatırlamaq lazımdır. Həmin çıxışında Pezeşkiyan İranın parçalanması ehtimalından danışaraq demişdi: "Əgər ölkədə bir hadisə baş versə, İran adlı bir şey qalmayacaq. Azərbaycan, yəni Güney Azərbaycan özü üçün bir hökumət olacaq. Kürdistan özü üçün, Xuzistan və Bəluçistan da özü üçün. Yəni daha İran olmayacaq." Hazırki İran hakimiyyətində ikinci şəxs sayılan təcrübəli siyasətçinin bu ehtimalını ciddiyə almamağa heç bir əsas yoxdur. Əksinə, hazırki savaşın təkan verəcəyi proseslərin sonunda İranın parçalana biləcəyi ən real ssenarilərdən biri kimi nəzərə alınmalıdır.